Kərbala müxtəlif aspektlərdən baxılacaq bir yerdir. Ola bilsin kimsə onu bir növrədə təməldə görsün. Bəlkə də imamət səmasında yeni bir parlayan günəş kimi görsün. Kimi söylədiyiniz kimi başqa bir zirvədə görsün. Kərbala həyatımızın içərisindədir. Bugün də davam edir. O yaralar təzə. O qan bugün də axır. Bugün də Kərbalanı anlamamışıq. Çünki anlamış olsaydıq bu halda olmazdıq. Bu ümmət yer üzündə yaşayan 8 milyard insan, onun 2 milyarda yaxını müsəlmandır. Bu müsəlmanlar öz dərdinə, öz sərinə, öz kərbi bəlasına dönə bilsəydi, gerçəkdən fərqli bir dönüş olardı. Bugün üzümüz başqa cür gülərdi. Bugün hadisələr başqa məcarada cəryan edərdi. Bu o deməkdir ki, hələ deməli bizim o məktəbə ehtiyacımız var. Daha fərqli bir dillə anladan, bəlkə də günah eləməyən, məhsum bir düşüncəsi ilə izin alıb o böyük imamdan, onun məktəbinə girib, o dərin fəlsəfəsini, hikmətini şuurlara, zehinlərə, könüllərə, hisslərə, duyğulara, tarixə, ədəbiyyata fərqli bir şəkildə. Yəni, insan özü mənlə kirlənmiş, düşüncəsi bir yönü ilə kiflənmiş birisinin, bəlkə də Quran bilgisinin dayaz olduğu, İslam düşüncəsinin çox dar olduğu və məhdud görüşlü bir insanı o məktəbin içərisinə atıb da oradan şəxsi adıma söyləyirəm, mənim kimi yarım yamalaq bilməyən, cümləsinin quruluşuna belə fərqinə vara bilməyən birisinin ortaya qoyacağı çox az olar. Amma inanıram ki, daha bərəkətli, bu işin əhli olan bir insana, bəlkə də bir alimə, alimlərə imkan olsaydı, Kərbəla haqqında biraz da düşüncələrimiz formalaşardı. Biraz körpülərimiz düzgün qurulardı. Bəlkə də hiss eləyərdi ki, bəli, Kərbəla yanğısı, bax bu dəqiqə mənim bağrımda çatlayır. Bax o susuzluğu mən də hiss edirəm. Bu da imamı mən də görürəm. Oradakı fəryadı mən də eşidirəm. O səslər hələ də canlıdır. O qum dəryasının üzərindəki o böyük dirənişi, o böyük qəhrəmanı, o şücaəti mən də hiss edirəm. Və bu hissiyat, bu düşüncə, bu idrak bizi çox böyük məsafələrə qət etdirərək, bəli, bizə bir zirvə qazandırardı. Onda bilərdik, bəli, Kərbala məktəbi mənə də bir zirvə qazandırdı, mənim də bir baxışım formalaşdı. Tarixə, ədəbiyyata, insanlığa, kainata bir baxışım formalaşdı.